Azərgold Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ali və peşə təhsil müəssisələrinin tələbələri üçün elan edilən 4-cü təqaüd proqramının qaliblərinin mükafatlandırılması və mədən topoqrafiyası dərsliyinin təqdimatı keçirilib. Tədbirdə çıxış edən Azərgold Qapalı Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Zakir İbrahimov bildirib ki, bugünədək ümumilikdə 38 nəfər ali təhsil və 37 nəfər peşə təhsili üzrə tələbə proqram çərçivəsində qalib olub və istehsalat təcrübəsinə cəlb edilib. İndiyə kimi 230 nəfər ali məktəb tələbəsi, 33 nəfər peşə məktəbi tələbəsi cəmiyyətdə istehsalat təcrübəsinə cəlb edilib. İstehsalat təcrübəsi dövründə tələbələrə aylıq 300 manat məbləğində ödəniş edilib. Həmin tələbələrdən bugünədək 32 nəfəri işə qəbul edilib. Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə tələbələrə istehsalat təcrübəsi müddətindən maksimum faydalanmağı, peşəkar mütəxəssis kimi yetişmələri üçün verilən bütün imkanlardan yararlanmağı tövsiyə edib. Bu təqaüd təhsil maddi bir dəstək deyil, eyni zamanda da Zakir müəllim qeyd etdiyi kimi gənclərimiz artıq Azərgoldda və digər müəssisələrdə öz internship, praktika, təcrübə həyatlarına davam edəcəklər. Bu da çox sevindirici haldır. Tədbirdə həmçinin mədən topoqrafiyası dərsliyinin təqdimatı baş tutub. Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kəramov bildirib ki, Kitab, Elm və Təhsil Nazirliyinin təşəbbüsü Azərgold şirkətinin maliyyə dəstəyi ilə hazırlanıb. Mədən topoqrafiyası üzrə dərs vəsaitinin Azərbaycan dilinə tərcümə edilməsi də bizim üçün çox əhəmiyyətli bir hadisədir. Bu dərslik artıq bizim 200-dən çox dərslik müəssisədə faydalanır, müəllimlərimiz istifadə edir. Bizim son illərdə siz qeyd etdiyiniz 37 tələbəmiz dağ mədən işləri üzrə mütəxəssis, çilingər, torna frez dəzgahı operatoru, qaynaqçı və digər ixtisaslar üzrə olan tələbələrimiz sizdən Azərgold təqaüdünə layiq görülüblər. Bayaq qeyd etdiniz, bu təqaüd alanlardan 7 nəfəri bugün Azərgoldda işləyir. Qeyd edək ki, təqaüd proqramı 2021-ci ildə təsis edilib və 2024-2025-ci tədris ilində 10 universitet və 2 peşə təhsili müəssisəsi tələbəsinə təqaüd ayrılıb. Həmin tələbələr tədris ili boyunca hər ay 200 manat təqaüd alacaqlar. Mən Sumqayıt Dövlət Universitetinin Mühəndislik Fakültəsinin Ekologiya ixtisasının 4-cü kurs tələbəsi Hüseynova Ləman. Azərgold şirkətinin ümumiyyətlə Azərgold Qapalı Səhmdar Cəmiyyətinin bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Düşünürəm ki, ən böyük yatırım təhsil olunan yatırımdır və mən buradan qazandığım təqaüdü təhsilimə yatırım etmək istəyirəm. Mən Ramazanov Elvin Məhərrəmoğlu, Daşdan rayon Küçükəndə yaşayıram. Hal-hazırda sənaye və texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin 2-ci korpusunun dağ mədən işləri üzrə mütəxəssis qrupunun tələbəsiyəm. Qazandığım təqaüdü öz təhsilimə yönləndirəcək. Mən Azərbaycan Dövlət Neft Sənaye Universitetinin tələbəsi İsmail Ümrə, dağ mədən mühəndisliyi ixtisasında təhsil alıram. 4-cü kursum. İxtisasında da yeni biliklər qazanmaq üçün bu təqaüddən istifadə edəcəm. Mən Günel Hacəliyeva, Bakı Dövlət Universitetinin Ekologiya ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Qürurluyam ki, belə bir layihənin seçilmiş tələbələrindən biriyəm. Mənim üçün bu böyük bir uğur və fəxr hissi verir. Təqaüd proqramına qoşulmaqda məqsədim əsasən təcrübəmi artırmaq idi, yəni praktiki bir təcrübə qazanmaq və nə yaxşı ki, bizə belə bir şərait yaradılıb, belə bir şans təqdim olunub və öz təqaüdümü də istəyərdim ki, öz sahəm üzrə müəyyən biliklər əldə etmək üçün kurslara və s. ixtisas artırma kurslarına və s. xərcləyim.